Bulut və yağıntı haqqında danışaq. Deməli, buludlar lələkli, laylı, topa buludlara bölünür. İlin soyuq dövründə laylı buludlar hakim olur. Məsəl üçün, uşaqlar, indi bizim müşahidə elədiyimiz buludluluq laylı buludluluğa aiddir. Gördüyümüz kimi neyinir? Yerə yaxın məsafədə yaranır və günəş işığının qarşısını alır deyə temperaturu aşağı salır və yerə yaxın məsafədədir. Topa buludlar isə o yayda ki görürük, ağağı yumru o buludlardır. Lələkvari buludlar isə yerdən 6-10 kilometr hündürlükdə yaranır, yəni çox hündürdə yaranır. Topa ilin isti dövründə olur, laylı bulud ilin soyuq dövründə müşahidə olunur. Buludluluğu deməli faizlə yaxud da ki 10 ballıq sistemlə ölçürlər. O cihaza da nefeskop deyilir. Sonra yağıntı haqqında danışaq. Deməli, var buluddan gələn yağıntı, var havadan gələn yağıntı. Buluddan gələn yağışdır, doludur, qardır. Havadan çökənlər isə şehdir, qrovdur, sırsıradır. Deməli, ən çox yağan yağıntı bildiyimiz kimi yağışdır. Yağış biri var leysan yağışlar, yəni qısa bir müddətdə sürətli şəkildə yağan yağış. Biri var deməli aramsız narın yağışlar. Bu neçə gündür ki yağır, bir neçə gün davam eləyir, amma az yağır. Bir də var ki çiskin yağışlar. Bu da aramsız narın yağışlar kimidir. Elə bir ki yağış damcıları havadan asılı vəziyyətdə qalır. Sonra bir də var ki qar. Qar ilin soyuq dövründə su buxarının kristallaşması nəticəsində yağır. Dolu da həmçinin, o da su buxarının kristallaşması nəticəsində yer səthinə bərk şəkildə düşən yağıntı növüdür. Bir də ki, eyni yağıntılı əraziləri, eyni dərəcədə yağıntı düşən əraziləri birləşdirən xəttə izogeet deyilir. Sonra, indi gəlin şehdir, qrovdur, bunlara baxaq ki, bunların fərqi nədir? Hər ikisi havadan düşən yağıntı növüdür. Biri ilin isti dövründə düşür, yəni şeh. Şeh düşür elə bir yazın sonu, payızın əvvəlləri, nə isti, nə soyuq. Bu şehi qışda qrov adlandırırıq. O, elə bir ki, havada buz kristalları şəklində yaranır, yəni yer səthində. Şeh soyuq havanın səthlə, məsələn, tutaq ki, çöldə maşın varsa, soyuq havanın bax o səthlə təmasından yaranır. Bunun qışda əvəz eləyən yağıntıya isə qrov deyilir. Bir də deməli buz kristalları şəklində yəqin ki görmüsünüz, hardansa sallanır. Məsələn, qapının ağzından, sonra yolka ağaclarının üstündən buz kristalları sallanır. Buna da sırsıra deyilir. Bir də havadan düşən yağıntılardan biri də dumandır. Duman yer səthinə ən yaxın məsafədə olan yağıntı növüdür. Dumanın çox olduğu yerdə avtomobillərin elə bir ki hərəkətinə maneçilik törədir. Bunun üçün duman qıran da deyirlər. Belə qurğulardan istifadə olunur, yəni maşın yollarında. Dumanın xeyri də var. Belə ki, Ant dağlarına, məsəl üçün orada Boliviyadır, Perudur, belə ölkələrdə, ən çox da Boliviyada, deməli, ərazi quraqdır. Orada tək yağıntı növü dumandır. Orada duman tutan qurğulardan istifadə olunur. Duman qurğunun içinə deməli dolur və oradan damcı şəklində qurğunun içinə yığılır. Orada yaşayan insanlar içməli su kimi o sudan istifadə edirlər. Sonra, deməli duman tutan qurğu oldu Ant dağlarında. Testdə belə bir sual var. Duman dağdan qurğular istifadə olunur avtomobil yollarında. Sonra, gəlin baxaq, yağış hansı enliklərə çox düşür? Təbii ki, ekvatorial enliyə ən çox düşəcək. Ən çox ekvatorial enliyə düşəcək yağıntı təbii ki. Bundan sonra mülayim enliklərə düşür. Ən az isə tropiklərə və qütblərə düşür. Bu da niyədir? Hara az yağıntı düşürsə, həmin yerdə buludluluq azdır. Ən çox buludluluq ekvatordadır. Deməli, ekvatordan qütblərə getdikcə, birinci, deməli, tropiklərə getdikcə azalır. Sonra mülayim enliklərə getdikcə artır. Sonra yenidən qütblərə getdikcə yağıntının miqdarı azalır. Bir də var, deməli, ən çox yağıntı hara düşür? Hava adalarına, deməli, uşaqlar, ilin 335 günü yağış yağır. Yəni, orta illik maksimum yağıntı düşür hava adalarına. Bir də maksimum yağıntının düşdüyü yer var. Bu da Hindistanda Cherrapunji məntəqəsidir. Bura
23.000 millimetr yağıntı düşmüşdü. Yəni maksimum ora düşübdü. Amma il ərzində ən çox yağıntı düşən məntəqə Havay adalarıdır. Ən az yağıntı isə Atakama səhrasına düşür. Atakama səhrası bu hissədə yerləşir. Deməli, Ant dağlarında soyuq cərəyan, Peru cərəyanı nəticəsində yaranmışdı. Ən az yağıntı ora düşür. Heç il ərzində ora bir neçə millimetr yağıntı düşür də, yəni.